Deməli, bugün biz sizinlə dünyanın forması və əsasında coğrafi koordinatlar, həm koordinatların təyin edilməsi, həm də onlar əsasında olan məsələlər haqqında danışacağıq. Birinci, mən sizə qısa bir formada yer kürəsinin, dünyamızın forması haqqında danışmaq istəyirəm ki, görəsən bizim yaşadığımız dünya hansı formadadır? Baxın, biz bilirik ki, dünya üçün biz yer kürəsi ifadəsini işlədirik əsasən. Yer kürəsi deyiriksə, elə sözün özündən də belə bir məna çıxır ki, yer kürə formasındadır. Ancaq burada bir məsələ var ki, yer sizin o həndəsədə bildiyiniz tam müfəssəl kürə formasında deyil. Baxın, mən sizin nəzərinizə nəyə çatdırmaq istəyirəm? Burada Krasovskinin 1940-cı ildə təyin etdiyi və indiyə qədər də istifadə etdiyimiz yerin ölçüləri verilmişdir. Mən bu ölçülərə sizin diqqətinizi çəkmək istəyirəm. Burada məsələn verilib ki, yerin sahəsi 510 milyon kvadrat kilometrdir. Bunun 149'u quru, 361 milyon kvadrat kilometr isə su sahəsidir. Yəni okeanlar, dənizlər və s. Daha sonra burada yerin diametri verilib 12.756 kilometr, ekvator çevrəsi verilib 40.009 kilometr, meridian çevrəsi verilib, daha sonra ekvator çevrəsi 40.076 kilometr, meridian çevrəsi 40.009 kilometr və s. İndi mən sizin nəzərinizi burada nəyə çəkmək istəyirəm? Fikir verin. Yazılıb ki, yerin ekvatorial radiusu 6378 kilometr, qütb radiusu 6357 kilometr. Fikir versəz, yer kürəsində iki ayrı radius arasında 21 kilometr fərq var. Baxın, burada yazılıb, yerin qütblərdən basıldığı 21 kilometr. Əslində, siz riyaziyyatdan bilirsiniz ki, kürədə belə bir şey mümkün deyil. Ona görə ki, qayda var ki, kürənin və yaxud da çevrənin sonsuz sayda radiusu var və bütün radiuslar da bir-birinə nədir? Bərabərdir. Yəni burada hər hansı radius bir-birindən qısa və uzun ola bilməz. Demək ki, belə bir məsələ çıxır ki, yer tam olaraq kürə deyil. Bax, indi bu şəkilə fikir verin, üstdəki şəkilə. Baxın, yer tam olaraq kürə olsaydı, sərhəd bu xəttdən keçməlidir yer kürəsi. Amma fikir verin, yer kürəsi qütblərdən baxın, daha basıqdır. Amma ekvator hissəsindən daha qabarıqdır. Yəni, tam o kürə formasından biraz çıxır. Ekvatorda daha enli olur. Qütblərdə isə daha basıq formada olur. Buna görə də yer kürəsinin, baxın, burada da görürük eyni şeyi. Baxın, bu yerin qütb radiusudur 6357 kilometr. Bu isə ekvator radiusudur 6378 kilometr. Yəni ekvatorda yer daha qabarıqdır, daha enlidir. 21 kilometr qütblərdən daha basıq formadadır. Burada biz yeri daha çox oxşadırıq ellipsoidə. Niyə görə? Çünki ellipsoid ekvatordan daha qabarıq, yəni mərkəzdən daha qabarıq, qütblərdən daha basıq forma kimi görünür. Amma yerin formasının mürəkkəbliyi bununla da bitmir. İş orasındadır ki, yoldaşlar, yer kürəsində bilirsiniz ki, dağlar var, çökəkliklər var. Yəni bunun hər yeri hamar deyil də və yer kürəsi fikir verin, necə bir belə qeyri-adi bir formadadır. Ona görə də biz heç buna tam olaraq ellipsoid də deyə bilmirik. Baxın, tarixən yer kürəsini bir çox şeyə bənzədiblər. Məsələn, ürəyə bənzədiblər bəzilər qütblərdən basıq olduğuna görə. Və yaxud da bu kartofu niyə görə yazmışam burada? Bir neçə gündür bu internetdə də yəqin ki, qabağınıza çıxıb. Bir neçə gün qabaq internetdə yayıldı ki, NASA, bu şəkildə qoymuşam burada. Bu NASA'nın çəkdiyi şəkildir yer kürəsinin faktiki forması. Bunu da dedilər ki, kartofa oxşuyur, ürəyə bənzədən olur, kartofa oxşadan olur, ellipsoida oxşadan və s. Amma son nəticədə yer kürəsi tam olaraq heç birinə oturmur formalara. Ona görə də biz deyirik ki, yer kürəsi geoid formadadır. Yəni bunların heç birinə oxşamır. Öz forması var. Aydındırmı? Bəs yaxşı, deyərsiniz ki, biz niyə dilimizdə yer kürəsi deyirik və yaxud da niyə məktəbdə, belə də ümumiyyətlə coğrafiyada keçəndə bunu yer kürəsi adlandırılır. Ona görə ki, yoldaşlar, bu sadaladığımız bu çalaçuxurlar, bu belə deyək, onun səthindəki kələkötür, əyrilliklər o qədər azdır ki, yəni sahəsinə baxanda, bu gözlə baxanda görünmür. Yəni ona görə yer kürə formasında görünür gözə. Aydındır. Və belə deyim də, yer dedi ki, qütblərdən 21 kilometr basıqdır. Siz təsəvvür edin ki, yerin 510 milyon kvadrat kilometr sahəsi var. Yəni bunun yanında 21 kilometr heç nədir. Təsəvvür edin ki, əlimizdə bir dənə futbol topu var. Üstdən 1 millimetr aşağı basıqdır. Onu heç kim hiss eləməz də gözlə. Ona görə də biz yeri kürə adlandırdıq. Çünki gözümüzə də elə kürə formasında o görünür. Şimdi bu belə. Sonra yerin formasından danışdıq. İndi isə coğrafi koordinatlar haqqında ki, bizim əsas işimiz də bundan ibarətdir. Coğrafi koordinatlar nədir? Coğrafi paralel nədir? Meridian nədir? Bu haqqda danışacağıq və bunların məntiqi nədir? Birincisi, bunun məntiqi haqqında danışım sizə. Baxın, yer kürəsində
İnsanlar paralellər və meridianlar çəkiblər. Niyə görə insanlar çəkiblər deyirəm? Ya aydın məsələ ki, yer kürəsinin özündə bu xəttlər yoxdur da. Biz yer kürəsinin üstündə gəzirik. Gəzəndə orada meridian paralel görmürük ki, bu insanların fantaziyasıdır ki, çəkiblər bunun üzərində. Yaxşı, niyə çəkiblər? Birinci səbəb budur ki, coğrafi ünvanın tapılması üçün. Yəni, məsələn, sən tutaq ki, Paris şəhərinə təyyarə ilə getmək istəyirsənsə, sən və yaxud da ora nə bilim bir raket göndərmək istəyirsənsə, sən ora elektron sistemə Paris yaza bilməzsən, onu tanımır. Kodlaşdırmalısan, bir ünvan yazmalısan. Buna görə də coğrafi koordinatdan istifadə edirlər. Bax, sizə bir şey xatırladım. Riyaziyyatda siz koordinat sistemi deyilən bir şey keçirsiniz. İndi yadımda qalan qədər deyəcəm orta məktəbdən apsis ordinat adlanır səhvimiz olar. Bu x oxudu, buna deyirlər apsis oxu. Bu da y oxudu, buna deyirlər ordinat oxu. Bir nöqtənin koordinatı olur. Məsələn, A yazılır 2-nin 3-ə. Buradan 2 dənə idi, buradan da 3 dənə çəkirdik orta məktəbdə. Bunu ikisini birləşdirirdik, bu koordinatını tapırdıq. Bax, əslində coğrafiyadakı koordinat sistemi də məntiq olaraq buna bənzəyir. Sadəcə fərq ondadır ki, burada apsis əvəzinə paralellərdir, ordinat əvəzinə, y oxu əvəzinə də meridianlardır. Bunların birləşməsindən koordinat sistemi əmələ gəlir. Və burada proses necə baş verir, mən sizə deyim. Əvvəlcə yer kürəsində gördüyünüz kimi qütblər var. Bax, burada şimal qütbü və cənub qütbü. Düzdürmü? Əvvəlcə, baxın bura. Bax, bu şimal qütbüdür, bu cənub qütbüdür. Əvvəlcə bu iki qütbün ortasından, tam yerin mərkəzindən bir dənə belə xətt çəkirlər. Buna deyirlər nə? Ekvator xətti. İndi xətt deyirəm, əslində ekvator xətt deyil, çevrədir. Çünki yer kürədirsə, məlum məsələ ki, bu buradan gəlir, bu bir tərəfdən də fırlanır da. Aydında sadəcə biz şəkildə bunun bir tərəfin görürük, yenə xətt kimi görünürsə. Ekvator çevrədir. Buna deyirik biz, bax, ekvator bizə bildirir 0 dərəcə enliyi. Aydındır, 0 dərəcə. Və ekvatora paralel çevrələr çəkirik. Yadda saxlayırıq ki, ekvatordan yuxarı doğru sayılır şimal yarımkürəsi, aşağı doğru sayılır cənub yarımkürəsi. Ekvator olur 0 dərəcə coğrafi enlik. Sonra gəlir, məsələn, tutalım ki, burada 10 dərəcə şimal enliyi, sonra 20 dərəcə şimal enliyi. Vacib deyil, 10-10 keçsin. 5-5 də keçə bilər, 20-20 də. Bu təsvirdən təsvirə fərqlənir. Məsələn, 30 dərəcə, 40 dərəcə, 50, 60, 70, ta ki ən axırda 90 dərəcəyə qədər. Ümumiyyətlə, coğrafi enlik 0 dərəcə ilə 90 dərəcə arasında dəyişir. 0 dərəcə ekvatordan 90 dərəcə şimal enliyinə, yəni şimal qütbünə qədər davam edir. Eyni şəkildə cənuba doğru da. Baxın, burada da paralellər var. 10 dərəcə cənub enliyi, 20 dərəcə cənub enliyi, 30 dərəcə cənub enliyi. Ta ki 90 dərəcə cənub enliyinə, yəni qütbə qədər. Bax, bu oldu bizim coğrafi enliklərimiz. Baxın, bax, burada paralellər var. Fikir verin, bax, bu ekvatordur, 0 dərəcə. Baxın, yazılıb. Sonra fikir verin, burada yazıb sizin üçün buradakı, bax, şimal enliyi, ekvatordan yuxarı hissə, bu da cənub enliyi, aşağı hissə. Bu qütblərdir. Bu da fikir verin, 10, 20, 30, ta 90-a qədər gedir. Bunlar şimal, bunlar isə cənub enliklərdir. Bu oldu coğrafi enliklər. Amma coğrafi enliklər bizə öz-özlüyündə kifayət eləmir. Niyə görə kifayət eləmir? Çünki, məsələn, belə hesablayın ki, mən soruşuram Ayxandan ki, Ayxan, sən hardasan? O da Bakı şəhərində dayanıb, Bakı şəhərdə 40 dərəcə şimal enliyində yerləşir. Ayxan da mənə deyir ki, mən dayanmışam 40 dərəcə şimal enliyində. Amma mən burada bilə bilmərəm onun harda dayandığını. Niyə görə? Bax, bu 40 dərəcə şimal enliyi paraleldir də, düzdür. Bax, burada 40 dərəcə şimal enliyidir, burada. Yəni, bu çevrənin üzərində sonsuz sayda nöqtə var. Nə qədər istəsən adam dayana bilər 40 dərəcə şimal enliyində. Mən bilmirəm o hardadır. Ona görə bura bir dənə də meridian əlavə edirlər. Və yaxud da riyaziyyatdakı dillə desək, ordinat oxun, y əlavə edirlər. Necə? Meridianlar çəkirlər. Baxın, bu bir şəkildə. Bax, şimal qütbü, burada da cənub qütbü. Meridian nədir? Coğrafi qütbləri birləşdirən yarım çevrələrdir. Baxın, bu qırmızı ilə çəkilən 0-cı meridiandır. Necə ki, burada 0-cı paralel var idi, adı ekvator idi. 0-cı meridiansa adı Greenwich'dir. Niyə Greenwich? Çünki burada Böyük Britaniyanın paytaxtı London şəhərindən Greenwich rəsədxanasından keçir. Baxın indi, bu Greenwich'dən sağ tərəf, fikir verin nə yazılıb? Şərq uzunluqlarıdır, şərq yarımkürəsidir. Sol tərəf isə qərb yarımkürəsidir. Coğrafi enlik 0 ilə 90 arasında dəyişirdi. Bayaq demişdik, baxın, ekvatordan 0 ilə 90 qütb arasında.
Coğrafi uzunluq isə yadda saxlayın ki, 0 ilə 180 dərəcə arasında dəyişir. Niyə görə? Çünki bu 0 dərəcə uzunluqdur Greenwich. Buradan gedir məsələn 10 dərəcə şərq uzunluğu, 20 dərəcə şərq uzunluğu, 30 dərəcə şərq uzunluğu, 40, 50, 60 ta ki 180-ə qədər. Buradan da sol tərəfə isə qərb uzunluqları 10 dərəcə qərb uzunluğu, 20 dərəcə qərb uzunluğu, 30, 40, 50 bu da ta 180-ə qədər gedir. Yəni 0-180 arası şərq və 0-180 arası qərb uzunluqları yerləşir. Və nəhayət bu coğrafi enliklə coğrafi uzunluq birləşdikdə bizim üçün coğrafi koordinatlar əmələ gətirir. Yəni paralellər və meridianlar kəsişir, dərəcə toru yaranır və biz o dərəcə torunda coğrafi koordinatları müəyyən edə bilirik. Məsələn necə? Misal üçün bu şəklə baxsaz, görərsiniz ki, burada müxtəlif məntəqələr verilir. A, B, C, D, K və s. Gəlin bu məntəqələrin coğrafi koordinatlarını təyin edək. Baxın, məsələn bu A nöqtəsə, bunun coğrafi koordinatı necə təyin edilir? Paralelə baxılır. Bu nədir? 15 dərəcə. Deməli A nöqtəsi yerləşir 15 dərəcə. Şimal enliyi. Niyə? Çünki ekvatorda hardadır? Şimaldadır. Şimal enliyi. Coğrafi uzunluq olaraq baxdıqda isə, baxın meridiana baxırıq. 20 dərəcə yazılır. Bu Greenwich'dən soldadır. Yəni qərb uzunluğudur. Qərb yarımkürəsi daxil. 20 dərəcə qərb uzunluğu. Deməli A nöqtəsinin koordinatları 15 dərəcə şimal enliyi, 20 dərəcə qərb uzunluğu. Məsələn, B məntəqəsinə baxaq. Fikir verin. Bu 45 dərəcə enlikdir. B məntəqəsi yerləşir. 45 dərəcə şimal enliyi. Düzdür? Ekvatordan yuxarıdadır. Coğrafi uzunluğuna baxaq. Baxın, meridian hara gedir? Bura. 60 dərəcə. Greenwich'dən soldur. Yəni 60 dərəcə qərb uzunluğu. Daha sonra C məntəqəsinə baxaq misal üçün. Baxın, C məntəqəsinin coğrafi enliyi yenə də nədir? 15 dərəcə. C məntəqəsi də yerləşir eyni ilə A kimi 15 dərəcə şimal enliyində. Düzdür? Coğrafi uzunluğuna baxsaq C-nin görərik ki, burada 40 dərəcədədir, özü Greenwich'dən sağdadır, yəni şərqdədir. 40 dərəcə şərq uzunluğu. Bu da oldu 15 dərəcə şimal enliyi, deməli 40 dərəcə şərq uzunluğu C məntəqəsinin koordinatları. Yaxşımı? Bu oldu coğrafi koordinatın təyin edilməsi. Məsələn, tutalım ki, bizə desək ki, 30 dərəcə cənub enliyi 40 dərəcə şərq uzunluğu. Bax, nə edirik? Bu 30 dərəcə cənub enliyi, düzdür, ekvatordan aşağıdadır da, cənub enliyi. Bu da 40 dərəcə şərq uzunluğu. İkisi arada kəsişdi K-da. Deməli, K-nın koordinatı nədir? 30 cənub enliyi, 40 dərəcə şərq uzunluğu. Bu oldu coğrafi koordinatların təyin edilməsi və şimal, cənub, şərq, qərb yarımkürələrinin təyin edilməsi. Buraya qədər kimdəsə nəsə çətinlik varsa desin. Yəni kimsə buraya qədər danışdıqlarım paralel nədir, meridian nədir, coğrafi koordinat necə təyin olunur. Burada çətinlik çəkən varsa desin. Özü bir məlumatı deyim sizə. Bunu da mütləq deyim sizə. Paralellər ekvatordan qütbə doğru qısalırlar. Baxın, baş şəkildə göstərim sizə. Fikir verin bura. Ən uzunu ekvatordur. Sonra fikir verin, qütbə doğru getdikcə paralellər nə edirlər? Qısalırlar. Bu da nə ilə əlaqədardır? Təbii ki, yerin kürə formasında olduğuna görə. Yer kürə formasında olduğuna görə ekvatordan qütblərə doğru getdikcə paralellərin uzunluqları qısalır. Amma meridianların bütün uzunluqları eynidir. Yəni bütün meridianların uzunluqları eynidir. Baxın, 0-cı meridianın uzunluğu eynidir. 20 dərəcə şərq uzunluğunda da eynidir. 180 dərəcəli meridianın uzunluğu eynidir. Yəni bütün meridianların uzunluqları eynidir, amma paralellərin uzunluqları fərqlidir. Ekvatordan qütbə doğru paralellər qısalır. Yerin kürə formasında olmasına görə. Yaxşı. Əgər buraya qədər sualı olan yoxdursa, keçək dərsin ikinci mərhələsinə. Dərəcə toru ilə hesablamalar. Bayaq mən sizə dedim ki, yoldaşlar, dərəcə torunun, paralel meridianların var olma səbəblərindən biri budur ki, biz coğrafi ünvanları təyin edə bilək. Təyyarə uçura bilək, raket ata bilək və s. texnologiyadan istifadə edə bilək. İkinci bir səbəbi də xəritə üzərində hesablamaları apara bilməyimizdir. Həqiqi məsafəni tapa bilməyimizdir. Bax, siz bilərsiniz ki, burada etiraz edə bilərsiniz ki, biz onsuz da xəritə üzərində həqiqi məsafəni hesablaya bilirik. Necə hesablaya bilirik? Miqyas mövzusunu keçmişik, miqyas vasitəsilə biz hesablaya bilirik. Həqiqətən də bu mümkündür. Misal üçün, gəlin daha yaxşı başa düşmək üçün, burada bir xəritədə nümunəyə baxaq. Baxın, məsələn, bu dünyanın siyasi xəritəsidir. Düzdürmü? Biz dünyanın siyasi xəritəsinə baxanda, misal üçün, Bakı ilə
Madrid şəhəri arasında tutalım ki, məsafəni təyin etmək istəyirik. Düzdür? Biz Bakı ilə Madrid şəhərinə baxanda görürük ki, xəritədə bu xəritədə bunların arasında təqribən 3 sm və yaxud 4 sm, tutalım ki, 4 sm nə var? Məsafə var. Yaxşımı? Mən də görürəm ki, burada bu xəritənin miqyası var da. Bax, xətti miqyası 0, 1000, 2000, 3000. Yəni, bu xəritənin miqyası 1 sm-dən 1000 kilometrdir. Xətti miqyası əsasən. Siz də miqyas mövzusunu keçmişsiniz, hesablamanın qaydasını bilirsiniz. Bilirsiniz ki, 1 sm 1000 kilometrdirsə, o zaman 4 sm biz tapa bilərik də. 4-ü vurmalıyıq 1000-ə. Demək ki, Bakı ilə Madrid şəhəri arasında məsafə 4000 kilometrdir. Bunu tapmağı bacarırsınız. Amma iş burasındadır ki, bu səhvdir. Niyə görə səhvdir? Burada səhv sizin deyil, hesablama qaydası doğrudur. Məsələ burasındadır ki, bu xəritənin özü səhvdir. Xəritənin özü səhv olduğuna görə bunun üzərindəki bu miqyasla aparılan hesablama da səhvdir. Xəritə niyə səhvdir? Əslində indi bu haqda, bu mövzuda deyil, daha sonraki mövzularda danışacağıq. Sadəcə qısaca belə bir şey deyim ki, yer kürə formasındadır. Kürə 3 ölçülü bir fəza fiqurudda. Amma bu xəritə müstəvidədir. Sən 3 ölçülü bir fiquru 2 ölçülü fiqura gətirəndə mütləq orada təhrif, yəni səhv baş verir. Ona görə də bu xəritədə səhvlər var. Misal üçün bax, Grenlandiya 2,2 milyon kvadrat kilometrdir. Avstraliya 7,7 milyon kvadrat kilometrdir. Normalda Avstraliyanın içinə 3 dənə Grenlandiya yerləşməlidir, elə artıq da qalmalıdır. Amma görürsən, bir dənə Grenlandiya elə bir Avstraliya boydadır burada. Demək ki, səhvdir xəritə. Ona görə də bu hesablamamız miqyasla apardığımız hesablamada düz gəlmir. Ona görə coğrafiyada nə edirlər? 2 dənə miqyasdan istifadə edirlər. Biri baş miqyas, biri xüsusi miqyas. Bax, sizin bu indiyə qədər öyrəndiyiniz var idi, bu üsul miqyas dərsində. Bu adlanır baş miqyas. Baş miqyas. Bugün isə biz sizinlə həqiqi məsafəni xüsusi miqyasa əsasən hesablayacağıq. Bəs xüsusi miqyasa əsasən hesablama necə aparılır? Gəlin buna baxaq. Xüsusi miqyasa əsasən hesablama dərəcə toru ilə, yəni paralel və meridianlara əsasən aparılır. Burada biz başa düşməliyik ki, meridianlar üzərində, baxın, meridian yarımçevrədir. Coğrafi qütbləri birləşdirən yarımçevrə. Yəni 180 dərəcədir. Ümumi uzunluğu 20.000 kilometrdir. 20.000-i bölüblər 180-ə təqribən belə bir şey tapıblar ki, meridianların üzərində 1 dərəcə bərabərdir 111,1 kilometrə. Siz bunu məsələ vaxtı istifadə edəndə elə əksərən bu 111 olaraq istifadə olunacaq. Daha rahat olsun deyə hesablama. Paralellər üzərində isə 1 dərəcənin qiyməti fərqlidir. Niyə? Çünki mən bayaq sizə dedim ki, xəritədə, qlobusda fərqi yoxdur. Meridianların uzunluqları bərabərdir. Ona görə də bütün meridianlarda 1 dərəcə 111 kilometrdir. Amma paralellərin uzunluqları fərqlidir. Ekvatordan qütbə doğru qısalır. Demək ki, paralellərdə 1 dərəcənin uzunluğu da fərqlidir ekvatordan qütbə doğru. İndi siz deyə bilərsiniz ki, onda belə çıxır ki, biz bütün paralellərdə 1 dərəcənin qiymətini bilməliyimi? Xeyr, bilməli deyilsiniz. Sadəcə 2 dənəsini mütləq bilməlisiniz. Qalanları məsələ vaxtı şərtdə sizə veriləcək. Məsələn, şərtində. Əgər ona müvafiq sual düşsə. 2 dənəsini amma bilməlisiniz. Birincisi, siz bilməlisiniz ki, paralellərdə 0 dərəcəlik paralel var. 0 dərəcəlik paralel hansıdır? Ekvatordur da. Ekvatorda 1 dərəcənin qiyməti bərabərdir 111,3 kilometrə. Yəni bunu da elə yuvarlaq olaraq 111 götürürlər məsələdə. Ekvatordan gedir söhbət. Bir də 40 dərəcəlik paraleli bilməlisiniz. O da Bakının yerləşdiyi paraleldir ona görə. 40 dərəcəlik paraleldə isə 1 dərəcə bərabərdir 85,4 kilometrə. Bax, bir daha deyirəm. Meridianlarda 1 dərəcə 111 kilometrdir, 111,1. Paralellərdən də ki, 2 dənəsini bilməlisiniz. Ekvatorda, yəni 0 dərəcədə 111,3. 40 dərəcəlik paraleldə isə 85,4 kilometrə bərabərdir. Bunları bildikdən sonra artıq hesablamaq rahatdır. Hesablamanın da məntiqi nədir? 2 nöqtə arasında dərəcə fərqi tapılacaq. Sonra həmin dərəcənin qiymətinə vuraraq biz onlar arasındakı həqiqi məsafəni tapacağıq. Məsələn, tutalım ki, yoldaşlar, sizə 2 dənə məntəqə verilir. Elə bayaq hesabladığımız Bakı-Madrid misalına qayıdaq. Bayaq biz Bakı ilə Madrid şəhərləri arasında məsafəni miqyasa əsasən hesabladıq. 4000 kilometr aldıq, düzdür? İndi isə dərəcə torunu əsasən hesablayaq. Bakı şəhərinin koordinatları, bunu hamı bilməlidir. Əzbər 40 dərəcə şimal enliyi,
50 dərəcə şərq uzunluğudur. Madrid şəhərinin isə təqribən 4 dərəcə, deməli 40 dərəcə şimal enliyi, 4 dərəcə qərb uzunluğudur. Biz bunu bayaq baş miqyasla hesabladıq. İndi xüsusi miqyasını necə hesablanır? Aralarındakı məsafə. Bax, fikir versəz, bunlar ikisi də 40 dərəcəlik şimal enliyinin üzərindədir. Düzdür? İkisi də eyni coğrafi enlikdədir. Yəni, bunlar ikisi də eyni paralelin üstündədir. 40-cı paralelin üstündədir. Bakı 50 dərəcə şərq uzunluğundadır. Bax, burada 50 dərəcə şərq uzunluğunda. Madrid isə, bu Madrid, bu Bakı. Madrid isə 4 dərəcə qərb uzunluğundadır. Qayda belədir ki, əvvəlcə dərəcə fərqi tapılır. Dərəcə fərqi tapılanda eyni yarımkürədirsə çıxılır, fərqli yarımkürədirsə toplanır. Bunların biri şərq, biri qərbdir. Fərqli yarımkürədir. Ona görə nə etməliyik? Toplamalıyıq. 4 ilə 50-ni toplayanda eləyir 54 dərəcə. İndi yaxşı, mən 54-ü neçəyə vurum? Bax, siz fikir versəz, bunlar ikisi də 40 dərəcəli paralelin üstündədir də. Yəni, burada Bakıdan Madridə gedən adam burada nəyin üzərindən hərəkət edir? 40-cı paralelin üstü ilə hərəkət edir də. Və biz yazmışıq ki, 40 dərəcəlik paraleldə 1 dərəcə neçə kilometrdir? 85,4. Deməli, 54-ü vurmaq lazımdır 85,4-ə. Bu da təqribən 4600 kimi bir şey eləyəcək. Bayağı biz baş miqyasla tapanda 4000 kilometr eləmişdi. İndi daha dəqiq olan xüsusi miqyasla tapanda 4600 kilometrlədir. Deməli, o xəritədə nə qədər səhv var idi? 600 kilometr səhv var idi. Bəzən belə suallar verəcək, deyəcək xəritədəki təhrifi tapar, səhvi yəni. Xəritdə 600 kilometr səhv var imiş. Aydın oldu. Bax, bu oldu eyni paralel üzərində misal. İndi mən buna aid 2 dənə də misal işləyəcəm sizin üçün fərqli. Yenə də izləyin diqqətlə. Birinci misalımız belədir. Məsələn, A məntəqəsi 40 dərəcə şimal enliyi. Tutalım ki, 60 dərəcə şərq uzunluğunda yerləşir. B məntəqəsi 40 dərəcə şimal enliyi. Məsələn, 40 dərəcədə şərq uzunluğunda yerləşir. Deyir ki, AB məsafəsini tapın, A-dan B-yə. Yoldaşlar, yenə siz görürsünüz ki, bunların coğrafi uzunluqları fərqlidir. Amma coğrafi enlikləri hər ikisi 40 dərəcə şimal enliyindədir. Bunlar ikisi də 40 dərəcə şimal enliyindədir. Biri 60 şərq uzunudur, biri 40 şərq uzunudur. Yəni, ikisi də eyni paraleldədir, 40 dərəcə şimal enliyində. Sadəcə fərq ondadır ki, biri 60 dərəcə şərq uzunluğundadır, digəri 40 dərəcə şərq uzunluğunda. Burada ikisi də eyni yarımküre olduğuna görə çıxmaq lazımdır. 60-dan 40-ı çıxanda eləyir 20. 20 vurulsun. Yəni, indi 20-ni nəyə vuraq? İkisi də 40-ın üzərindədirsə, yəni 40-cı paralelin üzərindən hərəkət edirsə burada, biz bilirik ki, 40-cı paraleldə 85,4 idi də, ona görə 20 vurulsun 85,4. Cavab eləyəcək 1708 kilometr. Bax, bu məsələnin biri. İkinci məsələ nə ola bilər? İkinci belə ola bilər ki, məsələn, A məntəqəsi 20 dərəcə şimal enliyi, düzdür? Məsələn, 40 dərəcə şərq uzunluğunda yerləşir. Yaxşı mı? B məntəqəsi 20 dərəcə cənub enliyi, 40 dərəcə şərq uzunluğunda yerləşir. İndi siz fikir versəz, bunların coğrafi enliyi bu dəfə eyni deyil. Biri 20 şimal enliyidir, biri 20 cənub. Deməli, artıq bunlar eyni paralelin üstündə deyil, amma eyni meridianın üstündədirlər. Fikir verin, ikisi də 40 dərəcə şərq uzunluğundadır. Ona görə də biz buradan meridian, yəni hər ikisi 40 dərəcə şərq uzunluğunda yerləşir. Sadəcə biri 20 şimal enliyindədir. Şimal enliyində. Biri isə 20 cənub enliyindədir. Biri şimaldır, biri cənub. Fərqli yarımkürədirsə toplanır, eyni yarımkürədirsə çıxılır. Burada fərqli yarımkürə olduğuna görə toplayırıq. Eləyir neçə? 40 dərəcə. Yaxşı, indi 40-ı neçəyə vuruq? Bayaqdan 40-cı paralelin üstündə hərəkət edirdik. Ona görə 85,4-ə vururduq. Amma bu sualda biz bana fikir verin, burada meridian üstündə hərəkət edirik də, düz deyil. İkisi də eyni meridian üstündədir də, 40 dərəcə şərq uzunluğunda. Meridiandadırlarsa, meridian üzərində 1 dərəcə neçə kilometr idi? 111. Ona görə də 40-ı vurmalıyıq 111-ə. Eləməlidir 4440 kilometr. Bax, bu da oldu hər iki növə aid məsələ həlli. İndi buraya qədər, mən bundan sizə də misallar işlədəcəm ki, tam əmin olum ki, siz başa düşdünüz. Sadəcə buraya qədər kiminsə başa düşmədiyi, kiməsə qaranlıq qalan nəsə varsa buyursun desin. Müəllim, Buyur. mən burada eyni ya da fərqli yarım kürədə olduğunu hardan bilirik? Məsələn, bax görsən burada yazılıb 60 şərq uzunluğu, 40 şərq uzunluğu. İkisi də şərq eynidir.
Bir də var ki, belə ola bilərdi ki, məsələn 60 şərq uzunluğu, 40 qərb uzunluğu. Biri şərq, biri qərb. Onu toplayardı. Və yaxud da bu bir sualda 20 şimal enliyi, 40 cənub enliyi. Görürsən, fərqli yarımkürədir, topladıq. Amma məsələn 20 tutaq ki, cənub enliyi, o birisi də 40 cənub enliyi olsaydı və yaxud 50 cənub enliyi, ikisi də cənub-cənub və yaxud ikisi də şimal-şimal olsaydı, onda çıxardı. Bildim. Bəli. Bəli. Mən təhrifi başa düşmədim. Bunları başa düşdüm, amma təhrifi yox. Əla. Bax, elə bir ki, 2 dənə məsafə verirəm. Bax, tutaq ki, sənə bir dənə belə bir sual verirəm. Deyirəm ki, iki şəhər arasında 1 bölünsün 30 milyon miqyaslı xəritədə 10 sm məsafə var. Bu iki məntəqənin də koordinatlarını da verirəm. Deyirəm, təhrifi tapın. Bax, bu iki məntəqənin koordinatlarını verəndə bu məsafəni hesablamağa başa düşdün? Bəli, başa düşdüm onları. Əla. Sonra təhrifi Aha. İndi bax, nə edirsiniz? Bir dəfə bu yolla həll edirsiniz o sualı, təhrif istəyəndə, yəni xüsusi miqyasına. Tapırsınız ki, məsələn deyirəm, 2900 kilometr cavab. Bir dəfə də adi miqyas mövzusunda keçmişdik, klassik, o üsulundan. Yəni 1/30 milyonsa 5 dənə sıfır silirsiniz, 300 kilometr. 10 santimetrsə onu vurursunuz 300-ə, eləyir 3000 kilometr. Bir dəfə də o üsulundan. Arada məsələn nə qədər fərq var? 100 kilometr. Bax, 100 kilometr təhrifdir. Aydındır? İndi ona aid də məsələ işləyəcəyik. Bəli, indi başa düşdüm. Yəni hər iki üsulla eləyirsiniz, klassik miqyasla da, bu dərəcə toru ilə də, ya xüsusi miqyasla da, həm baş miqyas, həm xüsusi miqyasla eləyib, bir-birindən baxırsınız ki, fərqi neçə kilometr, o fərq təhrifdir, fərq səhvi göstərir. İndi mən sizə bunlara aid sualları verəcəm. Siz sualları işləyəcəksiniz və chat bölməsində hər kəs cavabını yazacaq. Hər kəs özü yazsın sualları, diqqətlə yazın. Yəni səhv eləməyiniz heç bir problem deyil. Onsuz indi öyrənirik mövzunu. Səhv eləyəcəksiniz, bir daha izah edəcəm. Yenə səhv eləyəcəksiniz, yenə izah edəcəm. Ta ki biz bu mövzunu mükəmməl olaraq öyrənənə qədər. Birinci sualımız belədir. A məntəqəsi 40 dərəcə şimal enliyi, 60 dərəcə şərq uzunluğunda yerləşir. B məntəqəsi 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğunda yerləşir. AB məsafəsini tapın. Bu birinci sualdır. İkinci sual belədir. A məntəqəsi 50 dərəcə şimal enliyi, 80 dərəcə qərb uzunluğu, B məntəqəsi 10 dərəcə cənub enliyi, 80 dərəcə qərb uzunluğunda yerləşir. Yaxşı mı? Və üçüncü sual. A məntəqəsi 0 dərəcə enlik, 10 dərəcə şərq uzunluğu, B məntəqəsi 0 dərəcə enlik, 30 dərəcə qərb uzunluğu. Hər üç sualda da şərt eynidir. Üçündə də məntəqələrin koordinatları verilib. Hər üçündə AB məsafəsini soruşur. Üçünün də cavablarını yazın. Chat bölməsinə mən izləyirəm. Əla. Sevindiricidir ki, elə doğru cavablar gəlir. Demək ki, başa düşmüşsün onu. Səma Ələskərova adı ilə qoşulan kim idi? Müəllim mən. Ad? Nazlı. Hə, tamam. Bildim. Əla. Əla, möhtəşəm. Yaxşı. Baxın bura. Hamı diqqətlə izləsin. Hamı diqqətlə izləsin. Baxın. Yazdığınız cavabları baxdım. Demək olar ki, hər kəsdə cavablar düzdür. Bəziləriniz
Orada kiçik xətalar eləmisiniz. İndi baxın bura. Məsələn, Nazlı, bax, birinci sualda bunu doğru yazmışsınız. Bax, deyir ki, 40 dərəcə şimal enliyi 60 şərq uzunluğu, B məntəqəsi 40 şimal enliyi 50 şərq uzunluğu. İkisi də eyni enlikdədir, 40 şimal enliyinin üzərindədir. Amma uzunluqları biri 60 şərq, biri 50 şərq. Eyni yarımkürədir, şərqdir. Eyni yarımkürəsə çıxmalıyıq. 60-dan 50 çıxanda cavab eləyir 10. Onu vurmalıyıq. Bax, ikisi də 40-cı paralelin üstündədir də. 40-cı paraleldə 1 dərəcə 85/4 idi. Ona görə onu vurmalıyıq 85/4-ə. O da eləməlidir 854 kilometr. Bu birinci sualın cavabıdır. Bunu yazmışdım. İkinci sualda. Bax, ikinci sualda biri 50 şimal enliydi, biri 10 cənub enliydi. Fərqli enliklərdir. Amma meridianlar eynidir. Hər ikisi 80 dərəcə qərb uzunluğundadır. Yəni ikisi də eyni coğrafi uzunluqda, eyni meridianın üstündədir. Meridian üzərində 1 dərəcə 111 kilometrdir. Eyni meridiandadılarsa biz bunları 111-ə vurmalıyıq. Yaxşı, neçəni vuraq 111-ə? Biri 50 şimal enliyi, biri 10 cənub enliyi. Biri şimal, biri cənub. Fərqli yarımkürədir. 50 üstə 10 neçə eləyir? 60. 60-ı da vuranda 111 eləyir. 6660 kilometr. Üçüncü suala baxaq. Üçüncü sualda deyir ki, A 0 dərəcə enlik 10 şərq uzunluğu, B 0 dərəcə enlik 30 qərb uzunluğu. Fikir versəz, ikisi də 0 dərəcə enlikdir. Yəni ikisi də eyni paralelin, hansı paralelin? Ekvatorun üzərindədir. Biri 10 şərq, biri 30 qərb uzunluğudur. Fərqli yarımkürələrdir. Ona görə toplanmalıdır. 30 üstə gəl 10 eləyir 40. Yaxşı, şimdi 40-ı neçəyə vuraq? İkisi də sıfırın, ekvatorun üstündədir. Axı, mən yazmışdım ki, ekvatorda, bax 0 dərəcəlik paraleldə 1 dərəcə 111.3'dür. Yəni 111 götürülür. Ona görə 40'ı vurmalıyıq 111'ə. Eləməlidir 4440. Burada 111'ə ona görə vurmuruq, ha, eyni meridian üstündədir. Yox, eyni paralelin üstündədir. Sadəcə aid olduqları paralel ekvatordur. Orada da 111'dir də, ona görə vururuq. 4440 kilometr. Bu 3 sualda kiminsə zərrə də olsa çətinliyi, qaranlıq qalan bir şey qalsa desin mənə. Mən ikinci sualda ikinci tərəfə baxıb orada 80-dan 80 çıxmışam. Sonra 111-ə vurmuşam, da 0 eləyib. Yox, bax bu eyni meridian üstündədirsə, yəni eyni meridian üstündə fərqli coğrafi enlikdədirlər axı. 50 şimal enliyi, 10 cənub enliyi. 0 cavabı bilsən nə vaxt olar? 0 cavabı onda olar ki, ikisi də eyni koordinatda olsun. 50 şimal enliyi, 80 qərb uzunluğu. Bunun biri 50 şimal enliyidir, biri 10 cənub. Yoxsa eyni meridian üstündədir. Bax elə bir ki, bilsən nə yoxşur, riyaziyyatda y-x oxudur demək. Elə bir ki, ikisinin də y oxu eynidir, amma x oxları fərqlidir axı. Bildin necə? Burada məsafə var da bunun üstündə. Bax, eyni məsələ. Əgər bunlar aydın oldusa, indi sizə növbəti məsələlər verirəm. Yenə də işləyib, chat bölməsində cavabları yazacaqsınız. Mən də əmin olmuş olacağım ki, siz buraya qədər olan hissəni tam dəqiqliklə başa düşmüsünüz. Yəni, ilk dəfə üçün əla idi cavablarınız, onu deyim. İndi sual belədir. A məntəqəsi 60 dərəcə şimal enliyi, 30 dərəcə şərq uzunluğunda yerləşir. B məntəqəsi 60 dərəcə şimal enliyi, 10 dərəcə qərb uzunluğunda yerləşir. Və bu sualda deyir ki, AB arasında məsafəni tapın və sualın şərtində belə bir qeyd də olur. Mötərizədə yazılır ki, qeyd 60 dərəcəlik paraleldə 1 dərəcə 55,8 kilometrdir. Bu niyə görə yazır? Mən bayaq dedim ki, hər bir Azərbaycanlı şagird 40-cı paralelindən 0-cı paraleli bilməyə borcludur. 60-cı paraleli bilməyə borclu deyil. Ona görə də, yəni o iki dənəsindən başqa nə paralel olsa şərtdə veriləcək. AB məntəqələrini verdi və şərti də verib AB məsafəsini tapın. Birinci sual budur. Chat bölməsinə yazın sadəcə cavabı. İkinci sualda isə deyir ki, A məntəqəsi 10 dərəcə şimal enliyi, 90 dərəcə şərq uzunluğu, B məntəqəsi 50 dərəcə cənub enliyi, 90 dərəcə şərq uzunluğunda yerləşir. İkinci sualda da AB məntəqələr arasındakı məsafəni tapın.
Hər iki sualın cavabını chat bölməsinə yazın. Düz tapmız, amma vergül lazım deyil orada. Tam yoxdur orada. Allah. Deməli, Xumarda, Ayxanda, Zəhrada, Nərmanda, Aysu, Sevgi, Güvenanızı. Tamam. Tamam. Gəlin, diqqətlə baxaq yenə bunların da icabına. Yəni doğru yazmışsınız cavabları. Mən sadəcə olaraq yenə də bir daha üstündən keçmək istəyirəm ki, tam beynimizə ək olsun. Birinci sualda deyir ki, hər ikisi 60 şimal enliyindədir. 60 şimal enliyində verib ki, 1 dərəcəsi 55.8-dir. Demək ki, mən burada 55.8 vurulsun yazmalıyam. 55.8 vur. İndi coğrafi uzunluqlara baxıram. Biri şərqdir, biri qərb. Fərqli yarımkürədə toplamalıyam. Bu 30, bu 10. Toplayanda elədi 40. Deməli 55.8 vurulsun 40. O da eləyir neçə? 2232 kilometr. Bunu da siz tapmışdınız onsuz da. Yəni cavablarınız doğrudur. Bu əla. İkinci suala baxırıq. İkinci sualda coğrafi uzunluqlar eynidir. Hər ikisində 90 şərq uzunluğudur. Yəni eyni meridianın üzərindədir. Biri 10 şimal enliyi, biri 50 cənub enliyidir. Biri şimal, biri cənub. Fərqli yarımkürələrdir. Toplamaq lazımdır. 10 üstü 50 eləyir 60. 60 vurulsun. Eyni meridianlardırsa 111'e vururuq. Çünki meridian üzərində 1 dərəcə 111 kilometrdir. O da edir 6660 kilometr. Aydındır mı? Yəni cavablarınız iki sual içində doğru idi. Sadəcə olaraq əhsən. İndi bax buraya qədər izah elədiyimlərimdə yenə də soruşuram. Çox cüzi də olsa, çətinlik qalan varsa deyə bilərsiniz. Bu çətinliyi də aradan qaldıraq. Əgər yoxdursa, indi növbəti bir sual verirəm. Hansı ki, bayaq bizdən Ayşə xanım soruşdu o dərsin əvvəlində ki, təhrifə aid sual. Gəlin baxaq, indi təhrifə aid sual verirəm sizə. Deyir ki, 1 bölünsün 20 milyon miqyaslı xəritədə 1 bölünsün 20 milyon miqyaslı xəritədə. Yaxşı mı? A məntəqəsi 40 dərəcə şimal enliyi 40 dərəcə şimal enliyi 10 dərəcə şərq uzunluğu. B məntəqəsi 40 dərəcə şimal enliyi 20 dərəcə şərq uzunluğu. Deyir ki, bax 1 bölünsün 20 milyon miqyaslı xəritədə həmin bu koordinatı verilmiş A və B məntəqələri arasındakı məsafə 4 santimetrə bərabərdir. Elə isə xəritədəki təhrifi tapın. Vaxt getdi. Yazın çat bölməsinə yenə. Miqyası verib, xəritədəki məsafə 4 santimetrdir, məntəqələrdə verib. Deyir, bu iki məntəqə arasındakı məsafə bu miqyaslı xəritədə 4 santimetrdir. Xəritədəki təhrifi, yəni səhvi tapın. Buyurun, vaxt getdi. Tamam. Doğrudur yoldaşlar. Yazdığınız cavablara baxdım. Doğru yazmışsınız. Xədicə, eşidirsənmi? Bəli, mən. Gəl, mən istiqamət verəcəm. Sən bu sualı özün bizim üçün işləyəcəksən. Bax, gəl birinci, heç coğrafi koordinatlara fikir verməyin. Sadəcə miqyasla, baş miqyasla yəni AB arasında məsafəni tapaq. Bax, miqyas 1 bölünsün 20 milyondursa və ikisi arasında məsafə xəritədə 4 santimetrdirsə, həqiqi məsafəni tapa bilərik? Bəli, mən. 800. Aha, necə taparıq? A, sağ ol. 5 dənə 0 silərik. Qaldı 1 santimetrə 200 kilometr. 1 santimetrə 200-dürsə vurarıq 4-ə. Bəli, doğru deyirsən. 800 kilometr məsafə. Bu, baş miqyasla tapdığımız məsafədir. Yaxşı.
İndi isə gəl AB məntəqələr arasında məsafəni dərəcə toru ilə hesablayaq. Hesablaya bilərsən və koordinatlar verilib. Mən burada eynidir deyə çıxırıq da, onu eləyirik. Bəli. Bəli, eyni yarımkürədir. 20 şərq 10 şərq çıxırıq 10 eləyir. 10 vurulsun. Nəyə vuraq? 85,4-ə vuraq. Ay yaşa, çünki ikisi də 40-cı paralel üstündədir. 85,4-ə vuranda cavab neçə elədi burada? 854. Hə, indi bax, mən 2 dənə hesablama aparmışam. Birində 854 kilometr almışam, birində 800 kilometr. Arada nə qədər fərq var? 54. Cavab 54-dür. Deməli bu xəritə 54 kilometr təhlil. Aydın oldu. Bəli. Çətin deyil ki. Yox. Əla. Kiməsə bax bu sual növündə, bu təhrifin hesablanması sualında çətinlik qaldısa desin. Qalmadısa keçək növbəti sualımıza. Yaxşı. İndi yoldaşlar, baxın. Mən bir sxem çəkəcəm və bu sxem üzərində sizdən hesablama aparmağınızı istəyəcəm. Gəlin baxaq. Və bunlar bizim meridianlarımız. Bunlar da bizim paralellərimiz olsun. Baxın, buraya yazılıb 0 dərəcə enlik. Buraya yazılıb 40 dərəcə şimal enliyi. Düz. Buraya yazılıb 40 dərəcə cənub enliyi. Yaxşımı? Buraya yazılıb 0 dərəcə uzunluq. Bax, bura meridianlara. Bura, məsələn, 30 dərəcə qərb uzunluğu. Burada 30 dərəcə şərq uzunluğu. Daha sonra, baxın, burada bir A məntəqəsi qeyd olunub. Burada da bir, məsələn, B məntəqəsi var. Baxın, A-dan B-yə gedən yol belədir. Baxın, belə, sonra bu formada və belə. Baxın, belə keçir bu yol. Sual da belədir ki, A-dan B-yə gedən yolu gördünüzdə qırmızına. A-dan B-yə gedən yolun məsafəsini hesablayın, neçə kilometr eləyirsə. Baxın bura. Əvvəla deyim ki, burada 2 doğru cavabımız var. Ona görə də birinci doğru cavabı yazıb Sevgi, daha sonra da yazıb Ayxan. Sevgi və Ayxanı təbriklər. İndi isə mən sizə bu sual növünü izah edəcəm. Bu sizə mürəkkəb görünə bilər. Amma siz buna bütöv bir xət deyil də 3 xət kimi baxsaz, baxın necə, yəni nə demək istəyirəm. Siz əvvəlcə buradan bura, sonra buradan bura, sonra da buradan bura. Yəni 3 dənə xətti ayrı-ayrı uzunluqlarını hesablasanız əslində çox asan gələcək. Gəlin bax bu birinci hissənin uzunluğunu hesablayaq. Fikir verin, mən burada 30 dərəcə qərb uzunluğundan 0 dərəcə uzunluğa gəlirəm, düzdür? Yəni neçə dərəcə gəlirəm? 30 dərəcə. Və 30-u vurmalıyam 85,4-ə. Niyə? Çünki, baxın, bu 40-cı paralelin üstündə gedirəm də mən belə. 40-cı paraleldə 1 dərəcə 85,4-dür. Yazıram, 30 vurulsun 85,4. 30-u da vuranda 85,4-ə eləyir 2562 kilometr. Bu birincini tapdım. İndi ikincisini tapaq. Mən bax, buradan bura gələndə, baxın, 40 şimal enliyindən 40 cənub enliyinə gəlirəm. Yəni, burada mən 80 dərəcə gəlmiş oluram. Düzdür. Və mən burada nəyin üzərindən hərəkət edirəm? Bax, bu nədir? Meridian. Düzdür. Meridian üstü ilə gələndə, meridianda 1 dərəcə neçədir? 111 kilometr. Ona görə 80 vurulsun, 111. Bu da elədir 8880. Düzdür. 2562 üstəyə 8880. Və üstəyə, üçüncü, bax buradan bura. Mən burada 0 dərəcə uzunluqdan, bax buradan. Gəlirəm ara, bura, 30 dərəcə şərq uzunluğuna, yəni 30 dərəcə. Və nəyin üzəri ilə gəlirəm? 40 dərəcə cənub enliyinin üstü ilə, düzdür? 40 dərəcədə paraleldə 1 dərəcə 85,4-dür. Ona görə yenə burada 30-u vurmalıyam 85,4-ə. Yəni eyni ilə buradakı kimi 2562 alınacaq burada da. Yəni yenə üzərinə gəlirəm 2562, cavab eləyir 14004 kilometr. Və ya birbaşa ilə baxa biləriz ki, burada da 30, burada da 30. 60-ı vura biləriz 85,4-ə, çünki 40-cı paralelin üstü ilə ikisi. Sonra üstünə 8880-ə gələ biləriz. Fərq eləmir, yəni belə də elə də eyni cavab alınır. Başa düşüldü mü? Bir tık çətin məsələdir, amma düşünürəm ki, bunu da eləyə biləcəksiniz. Çətinliyi qalan varsa bu sual növündə desin. Bir dənə də işləyəcək bununla. Çətinlik qalan varsa desin ki, izah edin. Müəllim, Necə? başa düşmədim mən. Baxma. Bu birinci hissə var, bu bir. Bax burada. Buradan bura gələndə mən nəyin üstünə hərəkət edirəm? Paralel. Paraleli. Hansı paraleli?
40 dərəcəli paralel. Görürsən. Və neçə dərəcə hərəkət edirəm? 30 qərb uzunluğundan 0-a gedirəm də 30 dərəcə. Ona görə 30 vur 85 onda 4. Okay. Bu bir. Sonra buradan aşağı doğru gələndə mən 40 şimal enliyindən 40 cənub enliyinə düşürəm də. Yəni 80 dərəcə hərəkət eləmiş olmadı. Və nəyin üstündən hərəkət edirəm? Bu nədir? Meridian. Meridiyanda 1 dərəcə kilometrdir. 111. 80'e vurdum 111'e. Və üçüncü, buradan, yəni 0 dərəcə uzunluqdan bura hərəkət edirəm. Yəni 30 dərəcə şərq uzunluğu. Neçə dərəcə getmiş oluram belə? 30'du da. Neyin üstündən hərəkət edirəm? Paralelin. 40-cı paralel. 40-cı paraleldə 1 dərəcə 85 onda. yenə 30 vururam 85 14. Üçünü də toplayıram, edir 14004. Düşünün. Yaxşı. İndi bu sualdan bir dənə də verirəm. Yenə də çalışın, həll eləyin və cavablarınızı chat bölməsinə yazın. Ümid edirəm ki, bu dəfə daha çox nəfər bu sualı eləyə biləcək. Məsələn, 0 dərəcə enlik, tutaq ki, 20 dərəcə yox, birisi dəqiqə. Məsələn, 40 dərəcə şimal enliyi, 40 dərəcə cənub enliyi, 0 dərəcə uzunluq, məsələn 20 dərəcə qərb uzunluğu və məsələn burada isə 30 dərəcə şərq uzunluğu. Yaxşı. Burada yenə bir A məntəqəsi var. Tutalım ki, yoldaşlar, A məntəqəsindən əvvəlcə belə gedir xətt. Yaxşı mı? Sonra belə gəlir. Sonra isə belə dönür. Baxın bu formada. Burada B. Həmin sualın demək olar ki, eynisindən də rəqəmlər dəyişmişik. Əgər onu başa düşdünüzsə, bunu da eləyə bilməlisiniz. Əla, möhtəşəm. Yazdığınız bütün cavablar doğrudur. Təbrik edirəm. Əla. Gəlin baxaq. Yəni 3 hissədən ibarət idi. Əvvəlcə A-dan bura gedəndə mən 20 qərb uzunluğundan 0-a 20 dərəcə getmiş olurdum. Və mən burada 40-cı paralelin üzərindən gedirəm. Ona görə 20 vurulsun 85 onda 4. Daha sonra ikinci hissədə buradan bura gedərkən 40 şimal enliyindən 40 cənub enliyinə 80 dərəcə məsafədə gedirəm. Və 80 dərəcəni vururam 111-ə. Eləyir 8880. Ona görə ki, burada meridianın üzərindən gedirəm də. Və nəhayət üçüncü hissədə 0 dərəcədən 30 dərəcə şərq uzunluğuna gedirəm. Yəni 30 dərəcə gedirəm. Yenə də 85 onu 4-ə vururam. Çünki 40-cı paralelin üstüdür. 30 vur 85 onda 4. 20 vur 85 onda 4. Üstələ 30 vur 85 onda 4. Bu eləyir 4270. Üstünə də 8880-ə gələndə cavab 13150 kilometr. Bəli, yazdığınız cavablar doğrudur, əla. İndi kiminsə bu məsələdə çətinliyi varsa desin. Da düşünürəm ki, cavablar doğru olduğuna görə, yəni ki, heç kimin çətinliyi qalmadı sualda. Əla. Bax, dərəcə torunu, coğrafi koordinatları biz öyrənmiş olduq. Onların üzərində məsələləri. Son bir dənə də bir məsələ növü də mən sizə burada izahlayacağım. Bununla da mövzu izahımız bitmiş olacaq. Sonra keçəcəyik test hissəsinə. Son bir izahım nə? Baxın, bir dənə də məsələ növü var. Bu da abituriyentlərin, şagirdlərin biraz beynini qarışdırır, amma heç bir çətin bir şey yoxdur. Bax, tutaq ki, deyir ki, A məntəqəsi 60 dərəcə şimal enliyi, yaxşı mı? 130 dərəcə şərq uzunluğunda yerləşir. B məntəqəsi isə 60 dərəcə şimal enliyi, 60 dərəcə şimal enliyi, misal üçün 50 dərəcə qərb uzunluğunda yerləşir. Deyir ki, A, B arasında məsafəni tapın. Burada məsələn nə fikirləşir? Şagird fikirləşir ki, ikisi də eyni paralelin üstündədir, 60 şimal enliyinin üstündədir. 60 şimal enliyində də 1 dərəcə 55,8 kilometrdir. Yaxşı mı? Elə isə mən bunlar arasında məsafəni tapıramsa, biri şərq, biri qərb. Bunları toplayım, eləsin 180 dərəcə. 180-i də vurum mən, deməli 55,8-ə düzdür, 55,8-ə. O da eləsin 180 vurulsun 55,8. Cavab eləsin 10.044 kilometr. Belə hesablayım, geçsin deyir.
Mənim əslində buraya qədər öyrətdiyim üsul bu idi. Amma burada bir dənə əmma var. Burada bir dənə bu sualda bir dənə hiylə var. Hiylə nədir? Bax burada sizə deyir ki, AB məsafəsi arasında, məntəqələr arasında ən qısa məsafəni hesablayın. Biz indiyə qədər verilən belə məsələlərdə baxırdıq ki, eyni paralelin üstündədir. Paralellə gedirdi. Yəni bir paralelin üstündə iki məntəqədir. Biri 130 şərq uzunluğundadır. Biri də 50 qərb uzunluğundadır. Belə paralelin üstü ilə hərəkət edirdik, gedirdik bu məntəqədən bu məntəqəyə hesablayırdıq. Bu dəfə fərqli bir şey eləyəcək. Bu dəfə qütb üstündən aşacaq. Niyə görə? Çünki bunlar ikisi əks meridiandır. Əks meridian nədir? Biri şərqdə olur, biri qərbdə. İkisinin cəmi 180 dərəcə olursa əks olur. Bax 130 şərq, 50 qərb. Toplayanda 180 20. Deməli bunlar əks meridianlar. Əks meridianlar bax yer kürəsi deyil. Biri olur bu tərəfində əks meridianın, biri olur digər tərəfində. İkisi bir yerdə çevrə əmələ gətirirlər. Ona görə biz burada paralellə deyil də məhz meridian üzərində hərəkət edəcəyik. Bax bunun əvvəlcə bir dənə mahiyyətini biraz da açıqlayım sizin üçün. Daha sonra görəcəksiniz ki, rahat bir şeydir. Baxın bura. Bax bu qlobusdur. Düzdür? Sadəcə məntiqin başa düşəsiz deyən deyirəm. Bax bu qara kauçuk ki var. Bu təsəvvür edin ki, bir meridiandır. Məsələn bu nədir? 130 dərəcə şərq uzunluğu. Bu da 50 dərəcə, bax barmağımı da qoyuram bura, bax düz bunun qarşısına. Bu barmağım da 50 dərəcə qərb uzunluğudur. Biz indiyə qədər məsələləri işləyəndə nə edirdik? Baxırdıq ki, məntəqənin biri 60 şimal enliyindədir, məsələn 130 şərq uzunluğunda. O biri də 60 şimal enliyində, bax buradadır. Biri buradadır, ikisi də 60 şimal enliyindədir. Biri 130 şərq uzunluğundadır, biri 50 qərb uzunluğunda. Biz paralelin üstü ilə gedirdik belə. 55.8-i vururdu 180-da. İndi biz nə edəcəyik? Belə gedəcəyik. Qütb üstündən tullanacaq, aşacaq belə. Bunun üçün də məntiq nədir? Bax, coğrafi enlik necə dəyişir? 0 ilə 90 arasında. Yəni ən yüksək coğrafi enlik 90 şimal enlikdə. Məntəqələr ikisi də 60 şimal enliyində deyil və ikisi də eyni meridian çevrəsinin üstündədir. Biri 130 şərqdə, biri 50 qərbdə. İkisi birləşir, eyni çevrə əmələ gətirir. Nə edəcəm? Bax bu 60 şimal enliyindən əvvəlcə qalxacam qütbə. 60 şimal enliyindən 90-a qalxmaq üçün mənə neçə dərəcə lazımdır? 30. Sonra o biri nöqtə burada da axı 60 şimal enliyində, kürənin o biri tərəfində. Bu 90-dan da bu 60 inəcəm. Buradan da bura 30, buradan da bura 30. Neçə dərəcə elədi? 60 dərəcə. 60-ı vuracam 111-ə. 6660 km. Aydındır? Bax, fikir verin. Bayaqki üsulla elədik, paralellə getdik. Cavab alındı 10.000-dən çox. Yəni 10.044 alındı, neçə alındı? Amma qütbü açdıq 6600 km. 6660 km. Yəni qütbdən aşmaqla daha qısa bir yol. Deyirsiniz ki, ay müəllim, yaxşı, qütbü aşmaqla yol daha qısadsa, bayaqdan nə üzünü versən bizə paralellə gedirik belə, aşağıda qütbü. Məsələ burasındadır ki, siz qütbü birinci o halda aşırsınız ki, bunlar əks meridian olur. Yəni iki dənə verilən coğrafi uzunluğun cəmi 180 olur. Yaxşı, o birilərdə cəmi 180 deyil, burada 130 şərq, 50 qərb, ikisinin cəmi 180-dır. Yəni açıq bucaq əmələ gətirildi, ikisi tam əksdir bir-birinə. Başa düşdünüz? Buraya qədər danışdığımda qanalı qalan bir şey yoxdur ki. Baxın indi. Əks meridianlardır. 60 şimal, 60 şimal. 90-a çıxınca buradan 30 dərəcə, buradan da 30 dərəcə. 60, 60-ı vurdu onu 111-ə, 6660. İndi başqa bir məsələ deyək. Bu qütbü aşmağa aid. Misal üçün deyir ki, A məntəqəsi 70 dərəcə şimal enliyi, yaxşı, 120 dərəcə şərq uzunluğunda yerləşir. B məntəqəsi 70 dərəcə şimal enliyi, məsələn 60 dərəcə qərb uzunluğunda yerləşir. Yenə görürəm ki, biri qərb, biri şərq, 120-60 toplayanda 180 eləyir. Yəni əks meridiandır. 70 şimal enliyidir. 70-dən 90-a kimi neçə dərəcə var? 20. 20 dərəcə bu, 20 dərəcə də bu tərəfə keçmək. Neçə oldu? 40. 40-ı vururam 111-ə, eləyir 4440 kilometr. Başa düşdünüz? Əgər kiməsə çətinlik verəcəm, bundan şəkil. Amma çətinliyi varsa deyil. Necə Nərmin? Mən başa düşmədim. Bir hansı hissəsi mən, məsələn, bu 20-ni hardan almışım? Bir dənə səsi bağlı. Bax, iki dənə məntəqədir. Biri 120 şərq uzunluğundadır. Biri 60 qərb uzunluğunda.
İkisi bir-birinin əks meridianıdır. Yəni bunlar elə ki 120 şərq uzunluğundan 60 qərb uzunluğu bitişəndə ikisi bir-birinə çevrə əmələ gətirirlər. Bu bir yarım çevrə, bu da bir yarım çevrə. Buraya kim okeydir? Bax indi. Bu 70 şimal enliyindədir burada. Bu da 70 şimal enliyindədir. Mən qütbü aşıb getmirəm belə. Bax belə gedirəm. Bax bu 70 şimal enliyindən qütb 90 dərəcə şimal enliyində 70-dən 90-a kimi 20 dərəcə var. Düz? Bu 90-dan da kürənin o biri tərəfinə 70-ə düşmək üçün 20 dərəcə var. Buradan bura 20, buradan da bura 20. Neçə elədi? 40 dərəcə. 40-ı da vururam 111-ə. Aydındır? Bəli. Möhtəşəm. İndi mən sizə sual verirəm. Bax bu misal növünə aid. Birinci sual. A məntəqəsi 75 dərəcə şimal enliyi, məsələn 100 dərəcə şərq uzunluğu. B məntəqəsi 75 dərəcə şimal enliyi, 80 dərəcə qərb uzunluğu. Buyurun, AB məsafəsini tapın, yazın, çat bilməsin. Möhtəşəm. Hər kəsdə cavab doğrudur. Bəli, 75 şimal enliyi, 75 şimal. Yəni buradan 90-a qədər 15 dərəcə var. 15 dərəcə buradan aşmaq, 15 dərəcə də o tərəfdən keçmək. Elə də 30 dərəcə. 30 da 111-ə vuranda eləyir 3330 kilometr. Yaxşı, Nəriman eşidirsən? Ne zamanı? Eşidirsən məni? Hə. Birdən bu 75'lər var, şimal enliklər. Bunlardan biri 75 deyil, biri 75, o biri 70 olsaydı, onda neçə olardı? Onda 15, 20, 35'i vuracaq. 111. Ay yaşa, bəli. Çünki burada 15 dərəcə olacaqdı, amma o biri tərəfdə 20 dərəcə. Çünki 70-dən 90-a 20 var. Bəli, 35'i vuracaqdın 111'ə. Buradakı 20-də sənə 3885 kilometr. Tamamilə doğrudur. Əla. Baxın yoldaşlar, coğrafi koordinatların təyin edilməsi, onlar üzərində məsələlərin işlənməsi, xüsusi miqyas bundan ibarət idi. Təbii ki, biz testləri işləyəndə nisbətən daha fərqli suallar çıxacaq qabağımıza, amma o deyim ki, əsasını bu təşkil edir. Yəni burada işlədiyimiz suallar ki var, bu mövzunun əsasını təşkil edir və siz də topluları işləyəndə gördüyünüz suallar bu sualların fərqli rəqəmlər olan variantlar olacaq. Yəni bunları başa düşdünüzsə, onları da işləyəcəksiniz inşallah ki. Amma yenə də təbii ki, biz mövzunu daha da möhkəmləndirmək, oradakı boşluqları görüb yenidən həll etmək üçün bunun testlərində işləyəcəyik. Necə ki, əvvəlki mövzuların testlərini işlədiksə, baxın, bu abituriyentlərin ən çox əziyyət çəkdiyi mövzulardan biridir. Amma mən sevindim ki, siz elə ilk dəfədən yaxşı bir formada bunu başa düşdünüz. Və mən düşünürəm ki, inşallah ki, testlərini də işləyəndə yenə orada nə çətinliyimiz varsa, onları da izah edəcəyik və bu mövzuda bizim heç bir çətinliyimiz qalmayacaq. İndi son olaraq soruşuram. Əgər bax buraya qədər bu mövzuda çətinlik qalansa, nəsə varsa deyin, bir daha izah edin. Əgər yoxdursa, keçən dəfəki dərsimizdə miqyas, azimut və horizontallara testlər vermişdim sizə, onların izahına nəzər yetirin. Yaxşı mı?